Salam dəyərli izləyicilər, Biqazın bugünkü qonağı əməkdar jurnalist, televiziya ustadı, həmçinin mənim bu sahədə dəyərli ustadım İlqar Əlifoğludur. Xoş gəlmişsiniz İlqar müəllim. Xoş günün olsun. Mən istəyirəm başlayaq ondan ki, son bir neçə ay düşən artıq mətbuatın gündəmdədir. Biz daim mətbuat olaraq ümumiyyətlə ictimailəşdirdik də, bayağı verilişləri, sosial verilişləri. Mən özüm də dəfələrlə məsələn Qulu müəllimlə işləmişəm, ayrı-ayrı media ekspertlərdən, amma audiovizual şura birdən-birə populyar olan verilişləri bağladı. Sosial veriliş olsun, əyləncə verilişləri olsun, amma məsələ burasındadır ki, məsələn sosial verilişlərin bir neçəsi bağlansa da, tutaq ki, Amil Xəlil verilişi hal-hazırda gedir, Lalə Azərtaşın verilişi gedir. Tam olaraq bağlanmır. Məsələn, çıxış yolu verilişi var Nurayna Güllərin kanalı istən. Yəni, əyləncə proqramlarda bir neçə veriliş bağlanır, amma digərləri hələ də yayımı davam elətdirir. İslahatsa bu, ümumiyyətlə, yerli dibli belə deyim də, qoy bu bayağı verilişlər bağlansın və onun əvəzinə daha belə sambalı, səviyyəli proqramlardan əvəz olunmalıdır. Bu, ümumiyyətlə, islahatdır, yoxsa insanların gözünə külü üfürmək. Bu barədə istədim fikirlərinizi verir. İlkin, əvvəla sən deyirsən bayağı veriş. Bayağı veriş nəyə deyirsən? İstəyirəm bilim ki, sən bayağı veriş nəyə sayırsan? Məsələ burasında hissəsi olmayan müğənnilər bilirsiniz ki, axşam şoularına dəvət olunur. Tutaq ki, əyləncə verilişlərinə, səhər proqramı olsun, tutaq ki, Nəbi oxumu, Zahir Kemalın və yaxud ki, sosial verilişlər var ki, orada ümumiyyətlə biabırçı bir vəziyyətdə idi, yəni səviyyəsiz belə proqramlara hesab olunurlardı. Biz dəfələrlə tənqid etdik. Əslində, onlara sosial verilişlər pisdir deyə bir anlayış yoxdur. Sosial verilişlər əgər sən müraciət elədiyin mövzu, səni əhatə eləyən kütləni, sənin tamaşaçı auditoriyanı qane eləyirsə, o sosial veriliş normaldır. Sosial veriliş siyasətdən danışma, sosial məsələdən danışma, o birindən danışma, bu birindən, cəmaat nədən danışsın. Sosial məsələ əslində bizim həyatımızın keyfiyyətini müəyyənləşdirən əsas amildir, sosial məsələ. Ona görə də mən onları sosial verilişlərin bağlanması kimi, bayağı verilişlərin bağlanması kimi hesab eləmirəm. Mən hesab edirəm ki, bizim mental dəyərlərə xələl gətirə bilən, tərbiyəni poza bilən sosial məsələlər təbii ki, televiziyaya çıxması yaxşıdır. Amma gəl görək, televiziya nədir və bunu islahat adı ilə təqdim eləmək olar, olmaz. Bu islahat deyir. Bu imperativ qoyulmuş qərardır. İslahat olsa, televiziyanın öz içində kimsə bunun fərqinə varardı və o proqramlara stop qoyardı, dur deyərdi. Heç kəs deməyib ki, deməli bu islahat deyil. Necə ola bilər ki, televiziyaçılar otursunlar içəridə və bu verilişlərə göz yumsunlar, cəmiyyət tutalım, aparatdan, nə bilim, ictimaiyyət müdaxilə eləsin və bunun bağlanmasına nail olsun. Elə bir şey yoxdur. O qeyri-mümkün şeydir. Televiziya ümumiyyətlə indi devalvasiya olub da. Biz televiziya hər kamera, fotokamera götürüb, çəkib, YouTube'da paylaşana televiziya deyirik. Televiziya o deyil. Televiziya əslində çox komponentli, sinkretik bir sənət növüdür, belə deyək. Onun müxtəlif funksiyaları vardı. Mən də Sovet dövründə işləmişəm. Müxtəlif funksiyalar vardı. O funksiyaların içində maarifləndirmədən, tərbiyədən də söhbət gedirdi. Cəmiyyəti nəyəsə köklüyürdülər. Ya yaxşı işləməyə köklüyürdülər, ya xeyirxah olmağa köklüyürdülər. Bu amillər müəyyənləşdirilirdi. Çox baş bilənlər lap yuxarı səviyyədə və bunu televiziyalar vasitəsilə cəmiyyətə təlqin edirdilər. Və cəmiyyət də adam yaxşını görəndə yaxşı olmaq istəyir, pisi görəndə pis olmaq istəyir. Mən o 90'lardan sonra ilk dəfə o nə bilim, kimsə bacısına əyri baxdı, kimsə zorladı. Bu xəbərləri işləndən sonra ilk reaksiyam nə oldu? Fikirləşdim ki, indiyə qədər bunu eləyən vardı. Gizlədirdi də, çünki biabır olmasın deyə. İndi baxacaq ki, bunu eləyənin biri televiziyadadır. Elə bir gəlinə bilet alacaq. Və özü də o davranışa söhbət. Deyirlər, kütlənin səviyyəsi aşağıdır. Deyirik də, sən də deyirsən, mən də deyirəm, hamı da deyir, hamı tamaşaçıdan gözləyir hər şeyi. Qardaş, tamaşaçıya nəyi göstərirsənsə, onun bazasında tərbiyə olur da. Sən əgər, bax, müharibə qutarıb, nə qədər şəhidimiz oldu,
bir ara, bir 2 ay, 3 ay, 5 ay, 1 il bu şəhid temasını bizim media işçiləri istismar elədilər. İstismar elədilər. İndi niyə danışan yoxdur? Moddan düşün. Belə olmur. Tərbiyə, cəmiyyətə təlqin, cəmiyyətə sirayət, sistemli fəaliyyət tələb edir. Gəl, tutalım o kanalları, o verilişləri cəmaatda mən demərəm cəmaatda. Kütlə baxırdı ki, verirdilər. Mexanizmi nədir televiziyanın? Bax, özünü maliyyələşdirməni qoyublar televiziyanın boynuna, düzdürmü? Sən özünü maliyyələşdirməlisin. Yaxşı. Mən özümü maliyyələşdirməyi hardan maliyyələşdirirəm? Reklamdan? Əlbəttə reklam. Reklamdan. Reklamdan maliyyələşdirirəm. Reklamı mənə kim verir? Sponsorlar. Sponsorlar, iqtisadi qurumlar, iş adamları. Niyə verir? Öz məhsullarını reklam eləmək üçün. Ay sağ ol. Baxsınlar deyə. Nəyə baxır cəmaat? İndi baxanı necə yığıram ətrafıma? Mən durub 2 saat ağıllı söhbət eləsəm, mənə nə qədər adam baxacaq? Hərdən deyirlər ki, dalğa verilişini niyə açmırsan kanalların birində? Dedim, qardaş, dalğa verilişini açsam bir aya bağlanacaq da bilirəm. Çağıracaqlar ki, bunun reytingi yoxdur ki. Axı, reyting olmaq üçün cəmaat gərək Sovet vaxtı niyə baxırdılar? Çünki Sovet vaxtı proqramlar seçmə idi. Həm də bir kanal var idi. Bir kanal var idi. Lap 3 kanal da olsa proqramlar seçmə idi. O proqramlar ki, onun auditörəsi vardı, onun öz adamları vardı, onlar yaşayırdı. Mənim yadıma gəlir o vaxtı 90 ərəfəsində bu Şuşa kinoteatrını bağlamışdılar. Elşad müəllimə dedim ki, gəl bir proqram düzəldək, dalğa verilişini, mənim buraxılışımı Şuşa orada çəkək. Orada tamaşaçı yığaq. Bir müddətdən sonra tamaşaçıya da bilet satarsan, gələr verilişin çəkilişinə baxar. Düzdürmü? Dedək ki, elə şey olmaz eşəndə, öyle olmaz. Nəsə, alınmayan bir şey kimi atdılar qırağa. İndi görürsən, hər auditoriyası var, yığır, insanlar televiziyada görünmək xətrinə gəlir, oturur verilişlər. Məni bir neçə verilişə çağırıblar, səviyyəli verilişlərdir özdə. Baxıram ki, cəmaat əl çalır. Gülməli söz deyəndə də əl çalır. Gülməli deməyəndə də əl çalır. Və yaxud xoşuna gələn şeyə də əl çalır. Deməli, anturajdır da, bu sadəcə əgər onu yeni texniki vasitələr eləmək olsa, gerçəkləri mümkündür. Sən zalı orada virtual da düzəldə bilərsən. Lazım olanda knopkanı basarsan, əl çalarlar. Düzdürmü? Televiziya çox komponentli orqanizmdir. Televiziyanın televiziya olması üçün onun içində strukturlar olmalıdır. O strukturlar hərəsi müstəqil fəaliyyət göstərməlidir. İndiki televiziyalar ancaq rəhbərləri idarə edir. Elə olmur. Rəhbər axı texniki cəhəti necə bilər? Bilməsi mümkün deyil. Onu bilməsi üçün gərək, məsələn, Sovet vaxtı bacarıqlı bir adamı, amma televiziyadan xəbərdar olmayanı televiziyaya rahatca qoymaq olardı, təyin eləmək olardı. O da idarə eləyə bilərdi, əgər idarəçiliyi bilirsə. Niyə idarə eləyə bilərdi? Çünki strukturlar sədr gedir, strukturlar yerindədir. Sadəcə buna bir həftə lazımdır ki, bilsin ki, kimin işi kimdən keçir, mexanizm necə olur ki, veriliş ərsəyə gəlir. İdarə eləmək üçün. Və bir verilişin ərsəyə gəlməsi üçün bunun texniki qrupundan tutmuş, işıqçısından tutmuş, sürücüsündən tutmuş, hamısının unison işləməyi lazımdır. Mənim hələ yadıma gəlmir ki, mən dalğada çəkilişə gedəcəm rayona. 2-3 gündən sonra gedəcəm. 3 gündən sonra gedəcəm, sadəcə mən deyirdim ki, 3 gündən sonra gedəcəm. Qalan şeyləri, hamısının proqram şöbəsi, nə bilim, xidmət şöbəsi, onlar özləri ona uyğun planları qururdular. Mən getməyə, portfelimi götürüb getməyə çıxanda gördüm ki, maşın da oradadır, hamısı oradadır, kamera da oradadır, zapaslı, hara getdiyimizdən asılı olaraq ekip də oradadır. Bu mexanizmdir. Tək televiziyada etməyib. Məsələn, nəşriyyatlarda da etməyib. Bütün qurumlarda o köhnə mexanizm itib. Yeni mexanizm hazırlamaq lazımdır. Razıyam. Yeni mexanizmi hazırlamaq üçün köhnəni bilmək lazımdır, axı heç olmasa. Onu bilmək lazımdır. Kim bilir? Mən bilmirəm kim bilir. Bilmirəm. Mən heç televiziyanın vəziyyətindən xəbərim yoxdur ki, bu dəqiqə bunlar
Yaxşı. Bu reklamdan əgər sən bunu pul gətirən verişlərin bağladın. Bəli. Pul gətirən verişlərin bağladın. Bunların pulu nədən gələcək ki, bu özünü maliyyələşdirsin? Sənin sağlam iqtisadiyyatın yox ki, normal rəqabət olsun. O da baxsın ki, bu ağıllı adamın kanalıdır, ağıllı veriş göstərir, yaxşı veriş göstərir. Ona reklam versin. Ki, təxmin eləsin ki, bunun auditoriyası böyük olar. Onsuz da, məsələn, hamı ev tikir. Yuxarıdan kimə zəng edirlər ki, filan kəsin evi satılsın, onun ki satılır. Evet. Bu normal gerçəklikdir də, biz artıq buna həyat norması kimi baxırıq. Baxırıq. Bu vəziyyətdə sən televiziyanı necə düzəldə bilərsən? Onlar özün nəyinə saxlasınlar? Tutalım, ictimai televiziya və ASTV-yə sən külli miqdarda vəsait verirsən. Bəli. Verirsən də, xeyli vəsait verirsən. O birilərin heç birinə vermirsən ki, özün saxlasın. Bunlar hamısı bağlanmağa məhkum televiziyalardır, qalanların hamısı. Çünki indi gedib kimisə tapacaq 5-10 manat, oradan pul umacaq, nəsə eləyəcək. Amma sən bunun çörək yerini bağlamısan. O da kütlərin səviyyəsi, axı, elə Sovet vaxtında o verişləri göstərsəydi, hamı özünü öldürərdi, dalğaya baxan olmazdı. Xalq dəyişmir. Xalq dəyişsəydi, Sabirin yazdığı bu gün aktual olmazdı. Xalq ümumiyyətlə dəyişmir. Xalqın dəyişməsi üçün 500 il lazım, heç olmasın. 5 ilə, 10 ilə, müstəqillik, 30 ilə. 30 il xalq dəyişər. Dəyişməz. Ona görə də mən televiziyaların taleyinə çox skeptik yanaşıram. Mən başqa cür televiziyalar umardım cəmiyyətdən. Çünki özüm bilirəm ki, o televiziyaların özünün də, bax, 10% tamaşaçı yığa bilən televiziya ilə xoşbəxt olardı. Amma o televiziyalara üstündə həmişə hökumətin əli olmalıdır. Hökumətin qayğısı olmalıdır. Əgər sənə müxtəlif başqası, hamı xəbər verir. Kimin xəbər proqramı yoxdursa, onu ümumiyyətlə adam yerinə qoyan yoxdur. Diyor, bunun xəbəri yoxdur, bu nə kanaldır bu? Xəbər komponentin biri de televiziyada ən az müddət aparan, nə olsun ASTV, məsələn, həftə proqramını 3 dəfə verir efirə, bir həftənin içində. Çəkir 2 saat, 2 saat yarı. Mənim başım çıxmır ki, məsələn, 3 dəfə ona kim baxar? Necə baxarlar 3 dəfə? Dalğanı 2 dəfə verirdilər. Çox adam deyirdi ki, şurada baxmışıq da, bunu təzdən niyə verirsiniz? Bazar günü. Amma biz tutalım 5-ci gün mənim proqramım baxa bilməyən adamlar zəng elib yalvardılar ki, bunu təkrarını salın. Bazar gününə salınır, bazar günü səhərə salınır. Ona görə televiziyaların düzəlməsi çox polemik məsələdir. 100 dənə yol deyə bilərsən, 1000 dənə yol deyə bilərsən, hamısı gəlib maliyyə dirənəcək. Hara fırlayırsan, fırla maliyyə dirənəcək. Televiziyaların istiqamətləri başqa olsa, məsələn, idman kanalı açılıb, düzdür? Bəli. Niyə bu futbolları onlar göstərmir? Niyə vermirlər onlara? Bu futbolları, beynəlxalq futbolları, niyə fikirli futbol? İdman kanalı nə üçündür? 10 il əvvəl Braziliyanın oynadığı oyunu görmək üçündür. Onu YouTube'dan da baxıram da. İdman kanalı idmanla nəfəs almalıdır. Mədəniyyət kanalı, mədəniyyət kanalında normal verişlər var. Normal verişlər var, amma onun da bütün problemin gene ASTV həll edir. Müstəqil kanallar da zahirən ASTV həll edir. Belə olmamalıdır. Başqa sualım varsa mən... Başqa sualım ondan ibarət. Mən maraqlı olan ki, diski xalq dəyişmir, amma bu günlər baxımda verişlərin yerinə, Elgiz Əkbərin Sadin yerinə qoyublar təhsil arenası verişi ayrı bedər. Amma baxış YouTube'dan belə, məsələn, əvvəllər öldürürlər özlərini ki, bu reyting şirkətlər, ki, Kamran Həsənli və yaxud da ki, Bin Şahin müəllim, ki, 300 nəfərin evinə aparat qoyublar, onlar bizim xalqı səviyyəsiz kimi göstərməyə çalışır. Amma YouTube reytingi təmiz reytingdir, bütün 10 milyonu əhatə edir. Orada da görürük ki, o verilişlər 200-300 baxış var, amma Elgizin hansısa bir işi hərəkətinə minlərlə baxış gəlirdi. Yəni, bilirsən, problem, bax, Elşad müəllim rəhmətliyin bir qəşəng sözü var idi. Mənlə münasibət çox, özü seçmişdi deyə, münasibətimiz çox yaxşı idi. Mənə deyirdi ki, necə eləmək olar ki, məsələn, aparıcını xalq sevsin. Bax, sənə məhəbbət bəsləyirlər, sənə baxırlar, milyonlarla deyirsən, minlərlə zəng olur.
Necə eləmiyorlar elə olsun? Dedim Elşad müəllim, özü də iclasda soruşdu məndən. Qaldırdım, dedi ki, necə eləmiyorlar? Dedim Elşad müəllim, əvvəla aparıcını, hər verilişin aparıcını 6 aydan bir dəyişmək lazımdır. Dedi, necə? Səni mən kimə dəyiş? Dedim, yox, mənim verilişimdəki 6 ay əvvəlki kəsər, indi var ki, səndə var hələ, o birilərdə, deyirəm, niyə yoxdur? Məsələn, mən Ağverdi evin, Ağverdi yoxsa Ordu Vadinin ev muzeyindən süjeti hazırlamışdım, birinci süjet. Orada Mədəniyyət Nazirliyi Polad idi onda. Mədəniyyət Nazirliyini tənqid eləmişdim ki, bu nə münasibətdir də, bu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələridir. Hə, deyirəm, indi məsələn, mənə sən elə bir süjet eləməyi tapşırsan, mən eləyərəm. Deyirəm, eləmərəm. Ondan sonra mən Polad Bülbüloğlu ilə 5 dəfə ünsiyyətim olub, 10 dəfə çörək yemişik. Müsəlmanıq da, 6 aydan bir, əgər təzə adam tap, hazırla, gəlsin, sənin xoşun gələn aparıcının əlinin altında fırlansın və günlərin bir günü sənin xoşun gələn aparıcı keçsin arxa plana mı keçsin, bu adam keçsin qabağa. Elə aparıcıların kəsərini saxlamaq olar. Sovet dövründə də eyni problemlər yaşamışıq biz. Yəni, mentalizə dəyişmir deyə, Sovet dövründə də yaşamışıq. Ona görə cəmiyyət Sovet dövründə, məsələn, o bayağı verilişlər deyil, nə? Onları biz Sovet dövründə göstərsəydik, Allahın işində bir kanallaydı, onları göstərəydi, heç kəs o seviyyə baxmazdı ki onda. Ümumiyyətlə baxmazdılar. Yenə də həmən vəziyyətdir. İndi cəmaat deyinib, axırda məcbur olacaq, baxacaq. Bilirsən, əslində biz xalq deyəndə o 90-80% qoy qırağı. Əslində 20% nəyə baxsa 80% də yavaş-yavaş onu elitarlıq sayıb ona qoşulacaqlar. Yetər ki, sən uzun müddət, 1 il, 2 il, 3 il, 5 il gözləməyə hövsələn olsun. Hövsələn olsun. Gözləyəsən ki, kütlə yetişsin. Aparıcı auditoriyasından çox-çox ağıllı olmalıdır. 10 dəfə, 20 dəfə. Amma onu ekranda göstərməməlidir. Aparıcı auditoriyasından bir çay qaşığı ağıllı olmalıdır. Bir bal, sən baxırsan ki, bu məndən biraz ağıllıdır. Sən mənə çatdırmaq, onda cəmiyyəti sən qabağa apara bilərsən. Amma sən birdən-birə durub qeyri-səlis məntiqdən danışsan aparıcı kimi və hər şeyə o meyardan yanaşsan, onu heç indi də xalqın 98% başa düşmür. Təbii ki, sən insanların ağıllı adamdan xoşu gəlmir demərəm. Özünü ağıllı göstərməyə çalışan adama nifrət edir insanlar. Sən gündəlik ünsiyyətdə görmüş olarsan. Bir balaca ağıl nümayiş elətdirəndə o qədər adam sənə nifrət edir ki, öz böyür başındakılar. Deyir, buna bax, görürsünüz gözə soxur. Ağılı gözə soxmaq nümunəsi kimi qiymətləndirirlər. Bu da yanlış yanaşmadır və cəmiyyət təbii əslində Sovet dövrünün axırlarında 90'lara qədər biz normal tamaşaçı auditoriyası yetişdirmişdik. Əyləncəli proqramlar var idi. O Gəl Səhərim, Nazim Zeynalov, Allah canı sağ eləsin bizim böyük rejissorlarımızdan. Onun verilişləri var idi, əyləncəli verilişləri var idi. Baxıram o gün köhnə lentlərə. Baxıram ki, Nazim müəllimin verilişində, bir verilişində 5-6 dənə rəqs kollektivini çəkir bu adam. Gör, indi nə qədər olub ki o vaxt rəqs kollektivi? İndi nə qədər rəqs kollektivi var sən? Çox az. Ha, yoxdur. Hanı? Yox, yəni verilişlərə çıxardılar ki, üstə bilməyən. O heç də qruplardır, qruplar var da, qruplar var. Qabaq televiziyanın özünün, indi də televiziyanın aktyorları var. O müğənniləri var, televiziyanın ştatında olanlar, dövlətdən maaş alanlar, televiziyanın, onların konsertini niyə görmürsünüz? Çox nadir haldır. Yəni o rəngarənglik, auditoriya rəngarəngliyi, veriliş rəngarəngliyi bunun hesabına itir. Bir də televiziyaların yeganə əlacı sahəvi olmaqdır. Yəni idman, adı idman
idman göstərməklə idman kanalı olmuşsan. İdman problemlərini müdaxilə eləməklə bunun sosial tərəfin, bunun iqtisadi tərəfin, bunun hər şeyini və yarışları göstərmək olursa idman kanalı. Mədəniyyət kanalı, məsələn, Mezzo kanalı vardı bizim peyklərdə. Simfonik musiqi verirdi ancaq. Mən yadımdan sən, yadımda deyir. Peyklərdəydi də 5-6 il bundan əvvələ qədər. Onu bütün ailə TV, o biri TV sildilər, çıxartdılar ki, buna baxan yoxdur. Bəlkə bir 20 nəfər adam var ki, ona baxırdı və hərəsinin də evində bir 3 uşaq yetişirdi. 5-6 ilə olacaqdı 60 nəfər. Belə artır. Məsələn, mən ona həmişə baxırdım. Həmişə baxırdım. Birdən-birə kəsdilər. Çünki baş bilənlərin başı üçün döyürdü o. Bax, bundan gedir söhbət. Rəhmətli Heydər Əliyev bizdə Avropa klassik musiqisinə həmişə skeptik münasibət olub da. Mənim hətta yadıma gəlir ki, Şuşada sanatoriyada bir dəfə bülbül oxuyanda yerdən rufitə basmışdılar. Mən o konsertdə olmuşum, balaca uşaq. Onda atam dilxor oldu, dəhşətə gəldi. Orada həmişə muğamat oxuyublar da. Muğamat oxuyublar, cəmaat dəl çalıb, xoşu gəlib. İndi bu bülbülü o vaxt artıq qeyri-adi bir şey kimi zad edirdilər. Əndərəbadi bir şey kimi baxırdılar ona. Ona görə kütləni, tamaşaçı kütləsini yetişdirmək lazımdır. Tamaşaçı kütləsi yetişməsə, yəni deyirəm, bunun üçün də hövsələ lazımdır və bir dövlət proqramı lazımdır. Kanalları, sən lisenziya ver özəl kanala. Deyirəm, maarifçi kanalı deyirsən, maarifçi kanalı eləmək istəyirsən, mən də sənə bu qədər kömək eləyəcəm ayda. Eləmək istəyirsən, elə. Allah sənə lisenziya verəm. Amma sən lisenziya ver, kanal başlasın birinci xəbərdən, ASTV verdiyində çöğürtatı, vurtatı, oradan bura copy-paste eləməklə dıppalı. Saytlar var. Nə qədər sayt var. Bir dənə əvvəl mənə elə gəldi ki, bir dənə səhv məlumat yazdı sayt. Xəbərdə siyasətdən. Altında, Facebookda da səhifələr var. Altında dəqiqləşdirdim, dedim, belə deyil, belədir. Elə bilirdim ki, bundan məsələ həll olur. Sonra baxırdım ki, həmən xəbəri başqa cür, bunların dediyi səhv şey, başqa cür o biri kanallar da verir, o biri saytlar da verir. Ona görə təsir eləmək mümkün deyil bu dəqiqə. Heç cür. İnsanlar gərək diletantizm deyirlər də, insan bildiyi işlə məşğul olmayanda diletant olur. Məsələn, məni traktorist qoysalar, mən diletantam. Nə olsun başını sürə bilərəm. Samolyot da sürə bilərəm. Traktor başqa şey də. Bir kəşfiyyatçını tank sürməyə qoysa nə olar? Diletantizm, insanlar elə bir dövr gəlib ki, biz elə bilirik ki, menecment, idarəçilik, hər şey həll edir. Menecment həll edir. Sən menecer olasan, amma televiziya sahəsini biləsən. Amma menecer kimi ixtisaslaşasan, eləyə bilərsən. Sən kənd təsərrüfatı nazirimizi 6-7 il nazir oldu da, sonra götürdülər ali məhkəməyə sədr qoydular. Nətər olur? Və bu 7 ildə bu kənd təsərrüfatına kim baxıb? Deməli, mən belə qənaətə gələm. Deməli, bu adamı sadəcə olaraq yerləşdirmək lazım idi. Deyiblər, otur orada gözlə, filan kəs pensiya gəlində səni qoyacam ora. Bu belə olmur. Bu qlobaldır, yəni dövlət səviyyəsində bunu düşünən televiziya barıdır. Mən də başqa sahələrdə işləyirəm. Bunu düşünən bir qurum olmalıdır. Yayım Şurası deyirsən. Yayım Şurasının nizamnaməsini oxumusan. Saytlarında var, amma dəqiqliklə yox. Yox, oxumamısan. Heç bir səlahiyyət yoxdur. Sən kiminsə ana bacısını söyməsən efirdə, bu müdaxilə edə bilməz. Məhduddur. Elə şey olur. Sən bunu nə üçün yaratmışsan? Orada olan 15 nəfərə, 10 nəfərə sən niyə məvacib verirsən? Nədir pensioner klubu? Nədir bura? Yox, nədir də, nəyə görə qoymuşsan? Elə səni mənə də qoy gedim oturum orada. Mən onun üstə pensionerim. Gedim oturum. Onun üçün deyil və yaxud ictimai şuralar. Müxtəlif məşhur qurumların ictimai şuraları var. Güya bu ictimai şura o qurumun fəaliyyətinə nəsə təsir eləyə bilər. Kim təsir eləyə bilər? Təsir eləyən kim onu, bir nəfər səsini çıxardan kim onu çıxardacaqlar, başqası seçəcəklər yerinə.
Aha. Nəzarətin yetərli olmamağının başqa Elqar müəllim, amma televiziyanın özündə də günah var, nə mənada? Baxın, Aynes kimi kanalın özü 10 ildir bağlanıb, həyat o boşluğu heç kim doldura bilmir, düzdürmü? Onun özü Mais müəllimlə, sonra Sabir Ələsgərov dünyasını dəyişənə kimi əl çəkmədilər. Bu günlər televiziyanın üzəri mütəxəssislər hamısı uzaqlaşırlar, özləri gətirdirib, özləri inkişaf elətdirməlidirlər. Ümumi nəzarət Mən bir şey deyim, bilirsən necədir? İnkişaf nəyinsə. Bax, məni bu dəqiqə bir televiziya dəvət eləsin. Mənə məvacib verməlidir. Əlbəttə verməli və təcrübəsindən istifadə verməlidir. Mən hardan versin? Əgər bu reklamı yoxdursa, bunun pulu yoxdur. Yox, hansısa bir əməkdaşın, minlərlə əməkdaşa pul verə bildim, yüzlərlə də. Məsələn, bir mütəxəssisə normal bir maaş vermək gücündədir. Necə bir reklama 5-6 min pul alır. Keçmiş televiziya sədrlərindən biri, adını çəkməyəcəm. Bəli. Bir dəfə dedi ki, mən görüşmək istəyirəm səninlə. Zəng elədi. Gecə saatlarında, keşkək görməsin ki, biz görüşdük. Gecə saatlarında görüşdük. Dedi, valla mən elə istəyirdim, yaxşı televiziyanı yaxşılaşdırım da, düzəldim. Amma sonra gördüm ki, heç bir təşəbbüs cəzasız qalmır. Mən düzəltmək istəyən kimi, mütləq yuxarıdan kimsə deyir ki, o nə idi elədir, kimə lazımdır o, sən nə ilə məsulsan orada? Sonra fikirləşdim ki, elə başımı salım aşağı. Necədir, bırakın başına geçsin. Maaş da alıram, oradan da ikintidən, o birisindən də çax-çıxım var. Bax, bu mühit var. Nəyin yaxşı, nəyin pis olduğunu bilən adamlar var. O adamların böyük əksəriyyəti ağzı açıb danışmır. Böyük əksəriyyəti. Çünki bilirlər ki, danışıqla düzələs şey deyir. Bu yanaşma ilə düzələ bilər ancaq. Konkret, məsələn, bir televiziyadan başı çıxan bir adamı tutalım. Çox yüksək səviyyədə aparatda bir vəzifə verələr, televiziyadan yaxşı başı çıxan adamı. O qədər məni kimi adam ona təkliflər verəcək ki, bilir ki, buna etimad edir prezident. Bunu bura qoyub, bunun da ixtisası budur, bu mən deyəni başa düşəcək. İndiki vəziyyətdə söz deməli adam yoxdur. Kimə deyəcəksən? Kimə deyə bilərsən ki, bunu belə eləsək daha yaxşı olar? İndiki rəhbər işçilər sistem kimi deyirəm sənə. Heç kəs yanında onun qərarına yox de, ikilikdə də olsa, yox demək iqtidarında olan adamı yanında saxlamır. Bax, sən əgər səhv bir hərəkətinə rəhbərin, lap dostsuz, üzbə-üzdə günorta çay içəndə sən düz eləmədin deyən adamı yanında saxlamır. Deyir, mən ona pul göndərim, geçsin evində otursun, amma burada olmasın. Bu qapalı bir çevrə yaradır, qapalı çevrə. Qurumlar işləmir. Bir vəzifəli bir yoldaş var. Deyir ki, bilirsən, bu dəqiqə heç bir qurum işləmir. Yolun ortasında daş düşür. Məhlədən. Bir də bütün kanlar gerçəkdir. Yox, məhlədən. İnsana gəlir, bu daş falan. Sən bunu jek götürməlidir oradan da. Jek deyir ki, bir belə səsküyə düşdü bu daş. Qoy mən bir icra hakimiyyətindəki kuratordan soruşum. Kurator deyir ki, hə, düz deyirsən. Qoy bir icra hakimindən, icra başçısından soruşum. O da deyir, düz deyirsən. Qoy bir aparatdakı kuratordan soruşum. Belə daş qalır orada. Ayağın ilişir, yıxılırsan, başlar partlayır. Mətbuat dəfələrlə deyir, xeyri yoxdur. Çünki heç kəs təşəbbüsü boynuna götürmək istəmir. O qədər zəif insanlar yerinə təyin olunur ki, o qədər zəif insanlar vəzifəyə gedir ki, o insanlar təşəbbüsü və məsuliyyəti öz boynuna götürmək istəmir. Çünki sabah bunu yuxarıdan kimsə danlayanda bunun argumenti yoxdur. Savadı çatmır ki, ona başı salsın ki, elə deyir, belədir. Ona görə də biraz televiziyanın da problemi eyni problemlərdən keçir. Bugünkü gündə ənənəvi televiziyalar əvvəl problemləri, yəni ictimailəşdirməkdə ehtiyatla yanaşırlar da, müəyyən üzərinə nəzarət var. Amma sonra YouTube kanalları açıldı. Onlar daha müstəqillikdə, lisenziya problemləri yox, yəni hansısa bir süjeti sildirmək, heç kimi sildirə bilmir deyə onlar problemləri vətəndaşların eşitmək istədiklərini verirlər.
verirlər onlara. Və bu ənənəvi kanallar məcbur oldular ki, problemləri onlarla ayaqlaşmaq üçün onlar da versinlər. Bugünkü gündə mətbuat ümumiyyətlə hər bir vətəndaş istəyir ki, izlədiyi saytda, televiziyada onun gündəlik həyatında qarşılaşdığı problemləri ictimailəşsin. Buna nə dərəcədə cavab verir ümumiyyətlə Azərbaycan mətbuatı? Mən biləm, vermir. Məsələn, mənim aləmdə ASTV tutalım dövlət kanalıdır. Dövlət kanalıdır, qapalı aksioner cəmiyyətdir, səhmdar cəmiyyətdir, səhmdarların da adı qapalıdır deyə heç bilmirik ki, nədir, nə dövlət dövlətdən maliyyə alır. Amma ictimai televiziya, bax o gün Balaşı bir də seçdilər, mən doğrudan sevindim, çünki səviyyə etibarilə gözəldir. Amma ictimai televiziyanın ictimai televiziya olması üçün tam mənada. Yəni qurulan, necə qurulubsa elə. İctimai televiziya olması üçün ictimai televiziya ictimaiyyətin içində mövcud olan bütün kəsimləri əhatə eləməlidir. Əgər ictimaiyyətin içində, Azərbaycan ictimaiyyətinin içində 10% müxalifət varsa, bunun da efirinin 10% müxalifət olmalıdır. 3% gey varsa, bunun da efirinin 3% gey olmalıdır. Yəni efirinin, mən işləyənlər demirəm, efir verilişlərin. Nə problem cəmiyyəti maraqlandırır? Bu cəmiyyətin güzgüsü olmalıdır, aynası. Cəmiyyətə göstərmək istədiyim mənzərəni göstərən qurum olmalıdır. Cəmiyyət özün görməlidir orada. Evində arvadını döyəndə özün görməlidir. Uşağını, məsələn, başlı-başına buraxanda, aliment verməyəndə, bunlar hamısı özünü görməlidir. İctimai televiziyanın mənası odur. O kəsimlər, insanların içindəki meyllər, məsələn, bir dəlisi var, ağlısı. Bunlar orada əks olunmalıdır. Cəmiyyət, ictimai televiziyaya baxanda sən cəmiyyəti görməlisən. İctimai televiziya gözəl verilişlər verir, amma cəmiyyəti göstərmir. Cəmiyyət deyil. O cəmiyyət deyil. O gözəl verilişlər verir. Sadəcə, yaxşı, keyfiyyətli verilişlər verir, gözəl idarəçilik var, qəşəngdə kollektivi var, yaxşı da rəhbəri var. Amma cəmiyyət deyil axı. Cəmiyyət olsa bir belə YouTube-da danışanlar olardı. Əgər onlar görsələr o danışanlar, burada müəyyən doza ilə sən onu buraxırsansa, bu sözünü deyə bilirsə, 10 cümlə deyir, bunun 5-i neçə olmasa verirsənsə efirə, o gəlib orada YouTube-u neyiniz ki? YouTube-a niyə çəkib yazır ki? Gəlib sənə danışar da, dərdini ki, heç olmasa 10 dərd dedim, bunun 5-i əlini tapdı. Bu mənada cəmiyyət, televiziyalar cəmiyyətin problemlərinin həllinə vasitə ola bilməz. Aynəs vaxtı başqa idi. Dalğa vaxtı başqa idi. Bilirsən, televiziyanın problemi haradan başlayır? Rəhbər televiziyaya baxmasa, televiziyanın problemi başlayır. Məsələn, mən işlədiyim dövrdə, mən bilirdim ki, Respublikanın ən yüksək səviyyədə rəhbərləri dalğaya baxır. Mən qaldırdığım problemi, biz də altruistiyiz ya, yəni pul üçün işləmirdik axı. Qaldırdığım problemi, mən bilirdim ki, 5-ci gün verilişə getdi, bazar ertəsi bunun səsi çıxacaq. Bazar ertəsi gördüm ki, falan birinci kağıtımı çıxartdılar işte. Çünki yol verdiyi işlərə görə, mən birinci kağıtdan danışmamışam. O rayonundakı bir vəziyyətdən danışmışam. Onu götürdülər, çıxartdılar. Və yaxud kimləsə rüşvət istəyirlər, ev tikməlidir. Bir dənə mənim orada deməyimlə ki, bunların 2 evlilik sərəncamları olub, 2 torpaq da ayrılıb, birini tikməyə kooperativ evi pulları çatıb, indi 5 ildən sonra pul yığıblar. İkincisini tikmək istər, ikincisini vermək üçün bunlardan 200.000 pul istəyirlər. Belə olmayacaq deyirəm, bunu vermişsiniz də sərəncamı bir dəfə. Təzələn onu təzələmək üçün niyə sən pul almalısan ki? Əlbəttə. Həmən adamı bazar ertəsi işdən çıxartdılar, 3-cü gündə başladı evin tikintisi. Çox bir kəlmə sözlə, yuxarı səviyyədə sənin verilişinə baxan varsa, sən kəsərini hiss edirsən və jurnalist olaraq, aparıcı olaraq, televiziya işçisi olaraq biraz da həvəslənirsən. Biraz da həvəslənirsən. Belə, ancaq elə təsir eləmiyorlar. Baxmırlarsa təbii. Görmürsən, son vaxtlar nə qədər adam mətbuata deyir, get kimə istəyən şikayət elə. Bəli, əlbəttə. Bu nə deməkdir? Kimə istəyən şikayət elə deməkdir? Bu deməkdir, bu adam o qədər arxayındır ki, da sənin nə yazdığının onsuz da əhəmiyyəti yoxdur. Bu çıxılmazlıq,
vəziyyəti təbii ki, çox adamı peşəkarlar uzaqlaşıb. Təbii uzaqlaşacaq. Peşəkarlar uzaqlaşacaq. Sən kimi cavanlar həvəslidir hələ işləyəcəksən. Çünki sən işləməlisən də, həyat yolunu indi başlayır. Amma məni kimi adamlar niyə işləsin ki? Normal təqaüd versələr heç biri iş axtarmaz. Amma fakt budur ki, ən peşəkarlar belə iş axtarır. Çünki təqaüd normal deyil axı. Belə. Bir də sonraki sualım qalıb. Məsələ burasındadır ki, bugünkü gündə bax radiolarda da eyni vəziyyət idi, problemlər vardı. Sonra Yurd FM fəaliyyətə başladı, Bakı Retro FM, orada vəziyyət düzəlib. Bizim keyfiyyətdən danışırıq, amma məsələ burasındadır ki, 2013-cü ildən artıq 2 peykimiz orbitdə. Razı Space 1, Razı Space 2. Amma əksər regional kanalları, internet televiziyaları o peykə buraxılmır. Ayrı-ayrı inkişaf eləmiş ölkələr, Amerikada, Fransada, həmin ölkələrdə yerli kanallar üçün peyk xidmətlər tamamilə pulsuzdur. İnformasiya müharibəsi baxımından inkişaf eləmiş ölkələr buna... Düz deyirsən. Mən bilirəm ki, Azərbaycanda son 30 il ərzində bölgə kanalları xeyli inkişaf edir. Və hərdən rastıma çıxır YouTube-da da baxıram, görürəm ki, əməlli başlı səviyyəli şeylər eləyirlər. Onu deyirsən ki, bizim peykə pulları çatmır. Eləmi? Əslində yəni kapitalizm cəmiyyətində yaşayırıq da, kapitalist peyki buraxanın öz interesi var. Öz marağı var. Oradan pul çıxartmaq üçün buraxır. Heç kəs göydə Azərbaycanın peyki olsun deyə peyk buraxmır ki. Nəyinə lazımdır? Onun öz marağı olur ona. O öz marağı da həmən maddi maraqdır. Bizdə maddi maraq, çox təəssüf ki, milli maraq, informasiya təhlükəsizliyi marağı və s. keçib arxa plana. Birinci planda maddi maraq. Məsələn, bizim tərcümə mərkəzini bağladılar. Mən tərcümə mərkəzində işləyirdim. Oranın aparıcı işçilərindən biri də mən idim. Bizim tərcümə mərkəzini qəfildən bağladılar. Yaxşı elədilər. Açmışlar, bağladılar. Dalınca mətbuatda xəbər getdi ki, Binəqədi zibil kombinatı, təzə tikilmiş kombinat, 1 ilə 250 milyon ziyanla işləyir. Mən də oturdum, fikirləşdim ki, o 250 milyon ziyanla tərcümə mərkəzi 147 il fəaliyyət göstərə bilər. Bizə verilən büdcə bölsə, 147 il bizə bəs eləyirdi. İndi hansı baxımdan bu tərcümə mərkəzini bağlayıblar? Əgər biz heç olmasa bir 40 ölkədə Azərbaycan ədəbiyyatını təbliğ eləmişiksə, kitab çıxıbsa, ömründə Azərbaycan dilində tərcümə olunmayan əsərləri Azərbaycan dilində eləmişiksə və biz lazım deyiriksə, bu baxımdan heç televiziyaların heç biri lazım deyil. Biraz TV'ni saxlasınlar. İctimai kanalda dediyim kimi ictimaiyyətin güzgüsü ola bilmirsə, elə biraz TV'ni saxlasınlar, xəbər kanalı kimi. Onu da efirə verməsinlər, radiolar, evlərə radiolar qoysunlar, xəbərləri orada versinlər, radioları. Böyle də YouTube-a da qoysunlar. Onunla həll olunmur məsələ. Dövlət iqtisadi çətinliyə də düşə bilər. Bizim də Qarabağı tikirik, o boyda iş görürük. Bu bəlli məsələdir. O xərclərin qabağını yığışdırmaq olmaz. Amma o xərcləri azaltmağın yolunu əgər yuxarıda bilmirlərsə, gedim deyimdə nə etmək lazımdır? Gedim onlara deyimdə. Çağırsınlar mənə, gedim başlayalım ki, bunu belə eləmək lazımdır, bunu da belə eləmək lazımdır. Özləri qəşəng bilir. Ona görə də biraz skeptik münasibət məndə yaranır. Çünki biz 30 ildir müstəqillik və bizim çox şeyimiz artıq həll olunmalıydı. Son sualım ondan ibarətdir ki, bugünkü gündə biz az öncə YouTube kanallarından danışdıq. YouTube kanallarına bağlı bir problem var ki, Azərbaycan mətbuatı aid olmayanlarda tez vurguladınız, işləyirlər, amma əvvəllər məsələn müxbir var idi, bir də montajör var idi efirlərdə. İndi biz bütün əsas kanallarda müxbir öz süjetini montaj edir. Amma qəribə bir adətənə var burada YouTube-da. Deməli, müxbir vakansiya elan edir ki, sən öz telefonu olmalıdır. Sən selfie çubuğundan özün çəkməlisən.
etməlisən, özün montaj edib özün qoymalısın deyə operatorsuz. Bu bir məsələnin bir tərəfi. İkinci tərəfdən də hal-hazırda məsələn mən görürəm ki, ayrı-ayrı kanallarda indi danışıqlar digər media məsələn səsdən və yaxud da bilim teleqrafdan əməkdaşlarla bir qəribə fikir formalaşır ki, məsələn sujetləri yığanda ümumiyyətlə müxbir istəyir ki, öz ürəyiniz olsun, amma müəyyən məsələn üçün operatordan müəyyən intrikalar olur. Keçən il mən baxırdım RTV kanalından, elə adını deyəcəm. Operatorda müxbir ayol metronun içində qızla qırırlar bir-birini. Xanımın ürəyincə olmayıb sujet. Operatorlar axı sizdə getək çəkək, bir dubla hazır olsun, tez qaydaq ümumiyyətən ofisə. Mən maraqlı ki, sizin vaxtınızda da belə problemlər olub operatorlarla? Yox, təbii olurdu. Bilirsən, iyerarxiya olmalıdır. Məsələn, sujeti çəkəndə sujete gedirsən. Sən aparıcısan, müxbir döyüşsən, verilişin aparıcısan. Dalğadan götürək. Orada təsvirə rejissor cavab deyil. Operatora sözü rejissor deyə bilər. Müxbir, aparıcı operatora söz deyə bilməz. Aparıcı rejissora deyə bilər ki, mən filan şeydən lazım, mənə filan təsvirlər lazımdır. Onu rejissor deməlidir. Və yaxud indi baxırsan ki, hərdən baxıram ki, çəkilişdən gəlirlər, bir nəfər iki ştativi vurur qoltuğuna deyir, müxbir əli cibində qabaqda gedir, müxbirə süjet çəkir. Bəli. Adamın tərbiyəsi olar, adamın qanacağı olar. Sən müxbirsən, o demək deyirsən, onun ağıllısan. 10 ilin operatoru istənilən təzə müxbirdən ağıllıdır. Əlbəttə. Mümkün deyil, başqa cür mümkün deyil. Çünki televiziya içində bişməli yerdir. Onda o vaxt bişirsən ki, böğründə bişmiş adamlarla işləyəsən. Bişmiş adam da yoxdur indi. Yəni, yoxdur da bizim o nəslin, köhnə nəslin bişmiş adamları indi yoxdur. İndikilər gedib Harvard diplomunu, deməyəm oğlum 7-ci sertifikat alır. Online imtahan verir, sertifikat alır, yığır bir papka ilə. Nə olsun? Hamısı elədir. Azərbaycanda mən sənə deyim ki, 100-200 adam xaricdə oxuyursa, onun 185-i dinləyici spravkası ilə gəlir, diplomla gəlmir. Harvardı qurtarmışam deyə biləcək Azərbaycanda. Kimin ağzını açsın deyir Harvarddı, Cambridge'dir. Amma Avropa Açıq Universiteti var. Bu dəqiqə vəzifədə oturan adamların bir neçəsi oranı qurtarıb. O onlayn ümumiyyətlə heç vaxt ora getməmək şərti ilə ili də o vaxt $3000 idi. Pulun verirsən, yəni sən o pulu alandan sonra nə edirsən, savadın var, yoxdur. Oranı qurtarıblar, burada gəlib, sonra gəlib burada magistr imtahanı verir, necə verə bilər bu axı? Mümkün deyil, təhsildən danışmayaq, təhsil televiziyadan bərbaddır, qat-qat bərbaddır. Çox təşəkkür edirəm, Nigar mənim dəyərli vaxtınız. Dəyməz, vallahi bilməm, yararlı ola bildim, bilmədim sənə. Mən sənə deyim ki, sən bizim tələbə olmuşsan da, dinləyici, mən tələbələrimə heç vaxt yox demirəm. Allah canınızı sağ eləsin. Amma danışmaq dövrü keçib. Danışmaqla, deyir, dua ilə donuz darıdan çıxmaz. Bu məsələləri həll etmək lazımdır, yüksək səviyyədə həll olunmalıdır. Bütün televiziya və bütün cəmiyyətin hər gün təzə problemlə rastlaşırıq. Bax, o məsələləri hamarlamaq üçün mütləq təcrübəli adamların rəyini almalıdırlar. Bu, cəmiyyəti yaxşı tanıyan adamların rəyini almalıdırlar. İdarə rəhbərləri özündən bəy olmamalıdır. Səni kimsə təyin eləyə bilər, o demək deyir ki, sən məndən ağıllısan. Adi, sakin icra başçısından ağıllı ola bilər. Heç bir, yəni qətiyyən təəccüb qalmalı bir şey deyil. Çünki verilən vəzifə insan səviyyəsinə adekvat deyil. Ömür boyu da belə olub. İndi yox, Sovet dövründə də belə olub. Amma onda bir qulaq asmaq mədəniyyəti var idi. Şikayətçini dinləmək mədəniyyəti var. Olmayan da Leninin mavzoleyinə şikayət yazırdılar. Leninin mavzoleyinə. Gedirdi bir bilet alırdı, gedirdi Moskvaya, otururdu mavzoleyinin qabağında, daş qoyurdu, otururdu. Polis gəldi, dur buradan, dur buradan. Dur buradan, deyir, mənim kişiyə şikayətim var. Dərdim deyirdi, 15 dəqiqəyə burada həll olunurdu onun dərdi. İndi sadəcə bir dənə dəyəsi yerimiz vardı, Lenin də yoxdur. Nə Ərmanov var, nə Lenin var. Belə, işin avand olsun. Allah canınızı sağ eləsin. Təşəkkür. Qulaq asan olsa təşəkkür. Hə, bəli, Allah sağ eləsin. Sağ ol.